Judo podkastlarımız davam edir. Hər vaxtınız xeyir. Bu idman növü ilə bağlı son buraxılışımızdan sonra olduqca mühüm, önəmli hadisələr yaşanıb və müzakirəli bir xeyli mövzu var. Judoçularımız mundialda, dünya çempionatında mübarizə apardılar və kifayət qədər həyəcanlı, fərqli yarış izlədik deyə bilərik dünya çempionatında. Hansı ki, ilin əsas ən çox gözlənilən turnirlərindən biri idi. Yenə Olimpiya siklının da ilk böyük sınağı idi bu yarış. Bundan başqa gənclər və yeniyetmələrimiz də müxtəlif sınaqlarla həyatda qaldı. Məhz bu gün onların müzakirəsini edəcəyik. Judoçularımızın, judo dünyasının, judo aləminin, Azərbaycan judosunun özəl podkastlarından birində belə deyək. Qonağım bu idman növünü yaxından izləyən həmkarımız, idman jurnalisti, Report saytının əməkdaşı Təbriz Quliyevdir. Xoş gördük Təbriz. Xoş gördük Azər. Dəvət üçün təşəkkür edirəm. Biz də təşəkkür edirik dəvətimizi qəbul etdiyin üçün və bu idman növü Azərbaycanda son illərdə xüsusilə ümumiyyətlə özünün xüsusi bir yolu, cığırı olan idman növüdür və elə həmkarlarımız idman mediasında da az saylı da olsa burada baş verən prosesləri izləyən, yaxından izləyən adlar var. Onlardan biri də sənsən. Bu ümumilikdə birazdan ümumi mövzularda danışacağam. İstəyirəm hələlik elə dünya çempionatından başlayaq. Medal sayı baxımından yaxşı idi, sürprizlər var idi və dünya çempionu olmasa da bu yarışda gözləntilər doğruldu deyə bilərik, bəlkə də müəyyən mənada. Əslində medal sayı baxımından sən də vurğuladığın kimi yaxşı idi. Yaxşı deyəndə Azərbaycan tarixinin ikinci ən yaxşı göstəricisi oldu bu. 3 medal qazandı judoçularımız. Sonuncu dəfə 2017-ci ildə 4 medal qazanan vaxtımız olub. Ondan artığı isə hələ ki olmayıb. Amma əyyar baxımından əlbəttə ki biz keçən ilki nəticə ilə bunu müqayisə edə bilmərik. Keçən il Azərbaycan Judo Federasiyası Azərbaycan judoçuları daha doğrusu səviyyəni o dərəcədə qaldırıblar ki, yəni növbəti illərdə gözlənti hər zaman yüksək olacaq. Yəni biz 2024-cü ildə 2 dəfə dünya çempionu görmüşük, Zelim Kotseyevi, Hidayət Heydarovu, onların Olimpiya çempionluqlarını görmüşük, Avropa çempionu olan idmançılarımız olub. Ona görə də gözləntilər həmişə judoçulardan yüksək olacaq. Yəni ola bilər ki, bu dəfə dünya çempionatında nəticə qazanmasınlar və çoxları düşünər ki, Hidayət Heydarov və yaxud digərləri nəyə görə tənqid olunur, nəyə görə bu qədər sual doğuran məqamlar olur. Yəni səbəb odur ki, həqiqətən judoçular necə deyirlər, o səviyyəni o qədər yüksəyə qaldırıblar ki, hamı onlardan ancaq qızıl medal gözləyir. Və bu səviyyənin qalxması bir növ onların əksinə də işləyir. Böyük yarışlarda bütün rəqiblər xüsusi yanaşır, xüsusi çıxır. 2 Olimpiya çempionumuz var və istər-istəməz Azərbaycan judoçularına qarşı xüsusi motivasiya ilə çıxır və Hidayət demək olar ki, bunun əziyyətini çəkdi. İstəyirəm Hidayətdən başlayaq. Qalmaqallı, yadda qalan mundialı oldu Hidayət adına. Həm idman nəticəsi baxımından, həm də orada baş verən sonrakı açıqlamalar olsun, paylaşımlar olsun, bir xeyli müzakirə olundu. Buna münasibətin necədir? Hidayətin məğlubiyyəti nəyə bağlayırsan, nə ilə əlaqələndirirsən? Əslində Hidayətin məğlubiyyəti gözlənilən idi desəm yanılmarıq. Yəni səbəb də gətirə bilərəm. Hidayət Heydarov Paris Olimpiyadasından sonra bir ildir hər hansı bir rəsmi yarışda iştirak eləmirdi. Avropa çempionatında iştirakı gözlənilirdi, səhhətində problem oldu. Yəni mənim şəxsi fikrimdir ki, Hidayət Heydarov dünya çempionu ilk ciddi yarışı uzun aradan sonra dünya çempionatı olmamalı idi. Yəni məncə hansısa bir böyük təbliğədə, hansısa bir Grand Prix-də çıxıb özünü göstərməli idi. Ondan sonra və yaxud da elə dünya çempionatını buraxmaq da olardı. Yəni Avropa çempionatında da güləşməmsən, dünya çempionatında buraxardın, hansısa böyük təbriqə ilə start götürərdin. Başa düşürəm. Əslində bir tərəfdən soyuq duş effekti o verdi bu. Bəlkə də bu silkələnmə lazım idi. İndi bu yarışda başqa hansı yarışda olacaq deyə bilmərəm, amma məncə idmançının bir növ bu silkələnməyə də ehtiyacı var. Hər bir idmançının böyük uğurdan sonrakı daha artıq daha fərqli yanaşsın bundan sonrakı yarışlara. Düzdür, biz Zelimdə bunun əksini görürük. Stabiliyini saxlayır, soyuqqanlı, rahat və Avropa çempionatında da fərqləndi. İndi dünya çempionatında da indi demək olar ki, yüksək səviyyəli çıxışla yadda qaldı. Kotsayevin çıxışını necə dəyərləndirərdin?
Koçayev də bizim keçən il Olimpiya oyunlarında etimadı doğruldan qızıl medal qazanan idmançılarımızdandır. Onun da bəlkə də elə ondan da gözləntilər Hidayətdəki kimi idi. Amma yenə də əlboş qayıtmaması özü bir sevindirici haldır. Necə ki, yəni sözün düzü mən Koçayevdən də medal gözləmirdim. Yəni onun 3-cü yer uğrunda görüşdə məğlub olsaydı da belə təəccüblənməyəcəydim, amma yenə də ümidləri doğrultdu. Birinci medalla qayıtdı. Hidayət məsələsində bir şey də vurğulamaq istəyirdim. Hidayətin tənqid olunması yetəri qədər aşırı dərəcədə biraz çox oldu məncə. Yəni bu o demək deyil ki, tənqid olunmamalıdır. Tənqid olunmalıdır, amma necə deyim, Hidayət Azərbaycan cüdo tarixində ən üst zirvədir. Yəni yəqin hamı məndən razılaşar. Avropa çempionluğu eyni ildə, dünya çempionluğu, Olimpiya çempionluğu, yəni ikinci bir nəticə yoxdur bu vaxta kimi. Əvvəl bizdə Elxan Məmmədov var idi. Ondan sonra hamı hər dünya çempionatında Elxan Məmmədova sual verirdilər ki, Elxan müəllim, sizin uğurlarınızı kim təkrarlaya biləcək dünya çempionatlarında? Bir qızıl medalınız var, o da siz qazanmısınız. Artıq Elxan Məmmədovun da uğurunu təkrarlayıb. Sonra Nazim Hüseynovu saymasaq, Elnur Məmmədliyə sual verirdilər ki, müstəqil Azərbaycan tarixində sizdən sonra Olimpiya çempionu yoxdur, kim təkrarlayacaq? Artıq o sual da aradan götürülüb. Yəni Hidayət Heydərov həqiqətən Azərbaycan cüdosuna tarixin adını yazdırıb. Amma yəni biz necə deyim, Olimpiya oyunlarında, dünya çempionatlarında davamlı bir uğur istəyirik. Necə ki 2028-ci ildə hamı Hidayət Heydərovdan məsəl üçün ikinci qızıl medal gözləyir, ardıcıl. Razıyam. Hidayətin tənqidləri ilə bağlı mən də razılaşmıram. Ümumiyyətlə bizdə insanlarda bir psixologiya var. Olimpiya çempionu oldu, onun üçün hər şey bitdi və artıq heç nə ilə yadda qalmayacaq. İstər-istəməz insanlar bu yanaşma ilə baxır və bunun da fonunda Hidayətin uğursuzluğu sanki bu fikirləri bir növ tamamlamış oldu və böyük bir belə deyək, orada dalğa yarandı. Hər kəs artıq bitdi falan bu kimi fikirlər satır. Amma mən əminəm ki, Hidayət üçün hələ heç nə bitməyib. Hətta 2028-ə qədər də Avropa və dünya çempionluqları da olacaq. Hətta nəzərə alsaq ki, növbəti il paytaxtımızdadır bu yarış. Eyni zamanda Olimpiya oyunlarında da bu tempi qoruya bilərsə, əgər həm Hidayət, həm Koçayev və yaxud da digər idmançılarımızın nəticə olacaq. Yəni bu bir məğlubiyyətlə silmək məncə doğru deyildi və bu qədər belə aqressiv tənqidləri biraz başa düşmək olmur. Hidayət də bir növ hər nə qədər böyük xarakterli idmançı olsa da sanki buna hazır deyildi. O məğlubiyyətdən sonra paylaşımları bir növ insanların onun mesajları da bu istiqamətdə idi ki, bir məğlubiyyətlə məni silirsiniz, barışa bilmirdi. Məncə burada biraz bu mövzuda yaşananlar doğru yönəlmədi, doğru davam etmədi belə deyə. Amma ümid edirik ki, bu irəliləyən turnirlərdə yaxşı nəticələrlə hər şey unudulacaq. Yəni mən bununla bağlı başqa podkastlarımızda da çox müzakirələr olub. Əslində bayaq indi biraz çox uzaqdan gəldim. Bir çox idmançılar var ki, onlar haqqında belə təsəvvür var. İnsanlar belə danışır ki, bir böyük uğurdan sonra bitir hər şey, amma böyük əksəriyyət Olimpiya medalçılarımız və çempionlarımız sonrakı bir neçə ildə də normal nəticələr veriblər. Sadəcə ikinci çempionluğa yaşaya bilməyiblər deyə çətin olub, amma ikinci final, ikinci bürünclər də olub. Ona görə mən istəyirəm ki, insanların bu mövzuya biraz yanaşması dəyişsin. Həm də bir növ belə idmançımıza sahiblənməyi də bacaraq da. Elə hər dəfə onların qələbəsi, buradan gələn böyük pullar, bunu danışaraq, bunu diqqətə bunu belə deyək, gündəmə gətirərək nələrsə danışmaq da doğru deyil mənim fikrimcə. Bu yarışda həm də gənclər, yeni adlar var idi, yeni dünya medalçılarımız var idi. Onlarla bağlı gözlənti necə idi? Mən ümumiyyətlə çox belə dərindən izləyə bilməsəm də, amma ora gedən hər bir idmançıdan, vəziyyətdən, situasiyadan asılı olaraq medal gözləyirdim əslində. Yeni dünya mükafatçıları Elcan Hacıyev və Zelim Tskayevdir. Onlar necə deyim, Zelim əvvəl Avropa yarışlarında, digər böyük təbəqələrdə özünü göstərmişdi. Yəni Elcan Hacıyev də həmçinin. Elcan Hacıyevin Avropa çempionluğu da var. Elcanın artıq bir dünya mükafatçısı olmaq üçün bir vaxtı çatmışdı. Elcana da ümidlər böyükdür. Elcanın həm gənc yaşlarından da onu izləyirdik yarışlarda, baxırdıq ona. Görünən odur ki, bunda perspektiv var. Amma 90 kiloqramda bizdə biraz necə deyim, hələ də güclü tarixi uğur olmayıb. Ona görə adam biraz tərəddüd eləyir həmin çəkidə. İnşallah Elcan
bu çatışmazlıqları, bu neqativliyi aradan qaldıracaq. Onunla bir yerdə Vüqar Talibovun da mübarizəsi var idi ilk görüşdə. Uduzdu. Əslində bu son mundialda da Elzan da doğrusu son böyük dəbilqədə də uğur qazanmışdı və artıq sanki sənin dediyin kimi dünya çempionatında mükafat qazanmağın vaxtı yetişmişdi. Buna tam hazır görünürdü, həm belə fiziki olaraq, həm psixoloji olaraq. Və bunun da məntiqi nəticəsi olaraq bürünc qazandı, amma çox da belə o medaldan sonrakı kadrlarını gördüm, çox da xoşbəxt görünmürdü. Sanki final istəyirdi. Ümid eləyək ki, növbəti yarışlarda, dünya çempionatlarında o final arzusunu da reallaşdırar. Ümumilikdə dünya çempionatına bir son olaraq baxışını alım, sonra keçək digər yeniyetmələrə və gənclərin yarışlarına. Ümumi baxsaq mənzərə necə görünürdü? Ümumi baxsaq, dünya çempionatındakı nəticəni qənaətbəxş saymaq olar. Yəni nə yaxşı deyə bilərik, nə də çox pis deyə bilərik. Yəni qənaətbəxş ona görədir ki, bayaq dediyim kimi Elcan Hacıyev, Zelim Çıkayev kimi idmançılarımız mükafatlar sırasına düşüblər. Yəni belə bir statistikalarımız var. Məsəl üçün 90 kiloqramda 15 ildən sonra biz mundiallarda medal görmüşük. 81 kiloqramlarda isə 24 ildən sonra medal görmüşük. Yəni belə bir statistikalara baxsaq qənaətbəxş saya bilərik nəticələri. Bizi artıq növbəti Olimpiya oyunlarına kimi daha 2-3 dünya və Avropa çempionatları gözləyir. Ümid edək ki, həmin yarışlarda daha yaxşı nəticələr əldə edərik. Və bir daha xatırladaq, gələn dünya çempionatı ölkəmizdədir və o yarışdan da belə böyük gözləntilər var. İstər-istəməz özümüzdə olanda həm ən azı motivasiya baxımından və baxıram ki, idmançıların bir çox özünü ora kökləyib doğma divarlar arasında medal qazanmağa. Yeniyetmələrin yarışı var. Biz səninlə Təbriz ötən illərdə yeniyetmələrin yarışında olmuşduq, beynəlxalq yarışda, Avropa çempionatı. Yox, dünya çempionatında olmuşuq səninlə Xorvatiyanın paytaxtı Zaqrebdə. Həmin yeniyetmələr indi də gənclərdə daha çox görünür həmin yeniyetmələr. Artıq gənclərdədirlər, bəli. Həmin uşaqların əksəriyyəti indi gənclərdədirlər. Rüstəm Alimliyin rəhbərliyi altında medallar qazanırlar. Rüstəm Alimli həmin vaxtda da bizlə bir yerdədir. Xatırlayırsansa 2023-cü ildə yeniyetmə oğlanların baş məşqçisi idi. İndi artıq yeniyetmə deyil, gənclərin baş məşqçisidir. Həmin onun rəhbərliyi altında gənclər sonuncu dəfə Almaniyanın paytaxtı Berlində Avropa kubokunda yaxşı nəticə göstəriblər. Oğlanlar arasında birinci yerə çıxıblar. Hətta Rüstəmlə həmin yarışdan sonra danışdıq. Rüstəmin bir qəşəng sözü var idi orada. Dedi ki, nəticəmiz daha yaxşı ola bilərdi. Yəni Avropa kubokunda komanda hesabında birinci olublar. Yəni o daha yaxşını fikirləşir. Yəni səbəbini də sonra özü izah elədi. Dedi, ilk gündə 3 ya da səhv eləmirəmsə 4 idi. Final görüşü uduzmuşdular. 100% onu qabartmaq istəyirdi ki, yəni həmin uşaqlar da qızıl medal qazansaydılar, yəni partlayış ola bilərdi. Dəhşət olardı, amma indiki halda da birincilik böyük motivasiyadır idmançılar üçün və həmin gənclər artıq yavaş-yavaş gələcəyin əsas komandasına hazırlanır. Orada kifayət qədər yaxşı adlar var. İndi ayrıca bir mövzu olanda bu barədə danışarıq. Yeniyetmələr də yüksək səviyyədə çıxış etdi. Şimali Makedoniyada 3 qızıl, 1 gümüş, ümumi hesabda ikinci, Sırp oğlanları mübarizəsində birinci və onları qarşıda da avqustda dünya çempionatı gözləyir həmin yeniyetmələri. İnşallah o da Bolqarıstanın paytaxtı Sofiyada olmalıdır, səhv eləmirəmsə, avqustun axırında olacaq. Həmin yeniyetmələrin oğlanlarda isə baş məşqçi Emin İskəndarovdur. Onu da yaxından tanıyırıq. Onun da çox böyük əməyi var komandanın üzərində. Azərbaycan cüdosunda həqiqətən yeniyetmələr gənclərdə son illər nəticələr o qədər yaxşıdır ki, necə deyim, biz köklənmişik böyüklərə, yeniyetmə və gənclər idman jurnalistləri üçün, idman ictimaiyyəti üçün və yaxud azarkeşlər üçün, idman azarkeşləri üçün maraqlıdır, amma onları daha çox ölkəyə tanıtmalıyıq. Daha çox görünməlidirlər, daha çox tanıtmalıyıq. Çünki həqiqətən üzr istəyirəm. Həqiqətən son illərdə Azərbaycanda yeniyetmələr, gənclər Avropa və dünya çempionatlarında həqiqətən yaxşı nəticə göstərirlər. Yəni bütün yarışlara baxsanız, demək olar ki, əksəriyyətində ilk üçlükdə Azərbaycan adına rast gələ bilərsiniz. Razıyam. Özü də elə gənclər var ki, indi zamanı yetişdi. Əslində federasiya özü bəzən onlar haqqında reportajlar eləyir və yaxud da belə yarışlara yollanan həmkarlarımız nələrsə hazırlayır, amma daha çox görünməlidirlər. Çünki o adlar var orada ki, baxırsan
yarışlarına, yarış güləşməyinə, şu an perspektivinə gələcəyin Olimpiya, Avropa, dünya çempionları yetişir orada. Aşkar bunu göstərirlər və məşqçilərin də böyük zəhməti var. Bunu bayaq sən qeyd etdin, mən də istəyirəm bir daha qeyd edim. Orada böyük zəhmət, böyük əziyyət dayanır. Elə yeniyetmələrin son Avropa, son Şimali Makedoniyada keçirilən yarışında da Nicat Şıxəlizadənin də açıqlaması var idi ki, bizim bu uğurumuzun əsas səbəbi böyük zəhmətdir. İlk gündə partlayış olmuşdu, orada bir neçə medal qazanmışdı idmançılar. Ümumilikdə bir daha nəzər salsaq, ümumi cüdoda baş verənləri istəyirəm səndən danışaq. Həm idman jurnalisti kimi yaxından izləyirsən burada baş verənləri, ünsiyyətin var, prosesləri, idmançıları. Ümumi federasiya olaraq nə deyə bilərsən Cüdo Federasiyasına, həm qazanılan idman nəticələri olaraq, həm də digər işlər olaraq? Azərbaycan Cüdo Federasiyasına sadəcə təşəkkür etmək istəyirəm. Bayaq yeniyetmələrlə danışanda yadımdan çıxdı. Yeniyetmələr yarışa yollanmamışdan əvvəl Cüdo Federasiyasının rəhbərliyi vitse-prezident Rəşad bəy, Elnur Məmmədli, Natiq bəy hamısı həmin yeniyetmə cüdoçularla görüşmüşdülər. Yəni bu görüş böyüklərdə hər hansısa bir normal qarşılana bilər, adi hal salına bilər, amma yeniyetmələr üçün həqiqətən böyük bir motivasiyadır. Yəni necə motivasiyadır? Yəni onlar fikirləşirlər ki, yəni biz həqiqətən bunların necə deyim, gözlərin önündəyik. Biz bunların ümid yeriyik. Bizdən gözləntilər böyükdür. Ona görə də onlar həmişə yeniyetmələri, gəncləri diqqətdə saxlayırlar. Düzdür, hər bir qurumda, hər bir təşkilatda xırda çatışmazlıqlar olur. Yəni bu dəqiqə Azərbaycan cüdosunda nəticələr elədi ki, Cüdo Federasiyasının hər hansı bir çatışmazlığı belə göz önünə salına bilməz. Təşəkkür edirəm Təbriz gəldiyin üçün. Demək olar bütün mövzulara toxunduq və cüdoçularımızı qarşıda gözləyən sınaqlar da var. Onlar haqqında da danışacağıq. Bizi, kanallarımızı, Azər İsmail YouTube kanalını və digər platformalardakı səhifələrimizi izləyin. Sizə cüdonu, cüdoda baş verənləri daha da yaxınlaşdırmağa çalışacağıq. Yavaş-yavaş yekunlaşdırırıq bu gün, amma irəliləyən günlərdə ümumiyyətlə qarşıdakı idman mövsümündə və yarışlar ərəfəsində ümumiyyətlə bütün qarşıdakı zamanda bu podkastla, bu cüdo podkastlarımızla sizə daha detallı, daha ətraflı məlumatlar verməyə çalışacağıq. Hadisələrin iştirakçılarını birbaşa burada görə biləcəksiniz. Hələlik bu günlük bu qədər.